Təbii ki, İsrailin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatlara demək olar ki, qərb ölkələri, bir çox ölkələrlə üstünlük nümayiş etdirir və neytral mövqe sərgilər. Amma biz Ermənistan tərəfinin tamamilə İsrailə qarşı çox sərt mövqe ortaya qoyduğunu şahid olur və bunun da əsas istəyi Ermənistanın əsas planı da ondan ibarətdir ki, çünki bilirsiniz, İran ənənəvi olaraq uzun illərdir ki, Ermənistanın müttəfiqidir. Regionda İran çalışıb ki, Ermənistanla əlaqələri gücləndirməklə müəyyən Cənubi Qafqazda mövqeyini qoruyub saxlasın, bir balans yaratsın. Və hazırda da məhz Ermənistan görür ki, onun əsas strateji müttəfiqi çökdürülür, hərbi infrastrukturu sıradan çıxarılır. Ermənistanın da bir tərəfdən qorxusu ondan ibarətdir ki, Azərbaycan bundan istifadə edib Zəngəzura hücum edə bilər. Çünki bilirsiniz, bir neçə gün bundan əvvəl İran rəsmiləri məhz Zəngəzur dəhlizinin açılmaması İran amilini görmüşdülər. Qeyd edirlər ki, İran və Zəngəzur dəhlizinin açılmasına icazə verilmir. Fikir verdim, Ermənistanın müəyyən vətəndaşları da qeyd edirlər ki, İsraili də pisləyirlər. Orada kütləvi informasiya vasitələrinə baxdım. Onlar İranın zəiflədilməsindən təşvişə düşüblər və hesab edirlər ki, Azərbaycan bundan da istifadə edib Zəngəzura hücum edəcək. Amma qəti surətdə Azərbaycan heç bir dövlətin ərazisinə hücum edə bilməz. Sadəcə olaraq burada Nikol Paşinyan konkret olaraq bir növ və buradan əlavə düşünürəm ki, bilirsiniz, Nikol Paşinyanın Türkiyə səfəri gözlənilir və burada təbii ki, Türkiyəyə də yarımaq siyasətinin də tərkib hissəsi ola bilər bu proses. Çünki bilirsiniz, Türkiyə İsrailin İrana qarşı hərbi əməliyyatlarından narahatdır. Və ona görə də bu məsələdə konkret olaraq çalışır ki, Türkiyənin də bir könlünü alsın. Türkiyə bir çox məsələlərdə, xüsusilə Ermənistan-Azərbaycan sülh müqaviləsi məsələsində məhz sülh müqaviləsinin bağlanmasını tezləşdirsin. Yeri gəlmişkən, Məhəmməd bəy, bir sualım da olacaq. Ümumiyyətlə, Ermənistanın hazırki anti-İsrail mövqeyi sizcə İranın yoxsa Türkiyənin rəğbətini qazanmaq üçündür? Nəzərə alsaq ki, Paşinyanın elə siz də qeyd etdiyiniz kimi Türkiyəyə səfərə planlaşdırılır. Əlbəttə ki, bilirsiniz, Nikol Paşinyan artıq görür ki, İran rejimi zəifləyir. İranın demək olar ki, hərbi infrastrukturu, hərbi elitası sıradan çıxarılır və müharibə davam edir. Dediyim kimi, bu manipulyasiya edir. Yəni, konkret olaraq burada sadəcə olaraq Türkiyənin xoşuna gəlmək üçün bu mövqeyi ortaya qoyub anti-İsrail siyasətini tamamilə gündəmə gətirib və bilirsiniz, Ermənistan daima uzun illər həmişə çalışıb ki, güclünün yanında olsun, həmişə fokus olmağa çalışıb. Ermənistanın ənənəvi siyasətidir. Uzun müddət İranın mövqeyi var idi, həmişə İranın yanında idi, İranı dəstəkləyirdi. İndi isə İranın hərbi infrastrukturu çökür, Türkiyə ilə yaxınlaşmaq siyasəti həyata keçirir, Türkiyə rəsmi səfərə hazırlaşır. İndi də Türkiyənin də xoşuna gəlmək üçün məhz anti-İsrail ritorikasına üstünlük verib. Və bu ənənəvi erməni siyasətinin xislətidir. Təbii ki, Ermənistan burada səmimi deyil. Bu məsələdə sadəcə olaraq öz oyunu oynayır və yeni bir dövlətin çətiri altına girməyə çalışır. Yəni, Ermənistan hakimiyyətinin hazırda siyasi mövqeyi bundan ibarətdir. Qərbdən Ermənistan'a ciddi dəstəyi yoxdur. Rusiyadan təzyiqlər davam edir. Ənənəvi dostu olan məhz İranla indi ciddi şəkildə hücumlar davam edir. İran da əvvəlki İran olmayacaq, çox ciddi şəkildə zəifləyəcək. Regionda güclü tərəf Türkiyədir. İndi Nikol Paşinyan da Türkiyənin çətiri altına girmək üçün hazırda da anti-İsrail ritorikasına üstünlük verir.